Baxın, Allahın yaratdığı bu zəif canlılara baxın. Onlar dənizlərdə, sularda sakit həyat sürürdülər. Amma indi qaynar qazanın içində əzabla can verirlər. Bu mənzərə sadəcə bir yemək hazırlığı deyil, bu zülmün ən açıq nümunəsidir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub, rəhm etməyinə rəhm olunmaz. Əgər biz bu zəif varlıqlara rəhm etməsək, necə ümid edə bilərik ki, Allah bizə rəhm etsin? Rəhm qəlbin aynasıdır, imanın meyvəsidir. Rəhm olmayan qəlb daşlaşmış qəlbdir. İslam bizə halal yeməyi əmr edib, amma halal demək sadəcə yeməyin növü deyil, halal həm də üslubdur, yanaşmadır. Bir heyvanı əziyyətlə öldürmək, işgəncə vermək nə halal olur, nə də bərəkətli. Allah Rəsulü sallallahu aleyhi ve sellem heyvanlara qarşı mərhəmətli olmağı, hətta kəsimdə belə rahat davranmağı buyurub. Bəs indi gördüyümüz bu hal nədir? Qaynar suyun içində diri-diri bişirmək. Bu sadəcə qəddarlıq günahdır. Quran-ı Kərimdə Allah xəbərdarlıq edir. Haqsız yerə bir cana qıymaq bütün insanlığı öldürmək kimidir. Düşünün, bu canlılar da Allahın yaratdığı canlardır. Onların da haqqı var, onların da canı var və o haqq qiyamət günü bizdən sorulacaq. Hər bir zülüm əvəzini insan öz ahirətdə görəcək. Qiyamət günü bu kiçik canlıların fəryadı, bu dünyada çəkdikləri əzab Allahın huzurunda bizim qarşımıza çıxacaq. Onların dili olmayıb, amma Allah onların haqqını bizdən alacaq.